səcdə eləməli. Niyə? Dövlət içərisində dövlət qurursunuz. Nəyə görə ki? Xeyirdir, yenə deyirəm, aşiq məşuqsuz. Gedin, yaşayın, qurun da dövlətinizi də. İran İslam Respublikası eləməyin, məsələn, eləyin. Xameneyi sevərlər Respublikası. Dəstək olacaqlar sizdə. Nə var ki burada? Olsun da sizə nə? Evinizin içərisində gətirin, qonşunu saxlayın. Yaşasınlar sizinlə bir, yatsınlar, dursunlar, yesinlər, içsinlər. 2 otaqlı eviniz var, qonşunuzu gətirin, saxlayın evinizdə. Saxlayarsınız. Başa düşməyəm, sizə nə nədir? Sizə nə nədir? Deyir, ölünü öz başına bıraxsan, kəfəni də cırıb çıxacaq. Yəni, ona görə o maskalanmağa ehtiyac yoxdur. Əstəğfurullah, Allahı da eləyiblər oyuncaq. Bizi yaradan qalıb, bunlar ölürlər. Başqasının əyiğinin altında, zadında. Niyə, nə olub, nə xəbərdir ki? Nə xəbərdir? Yenə də deyirəm, sevgi elə olmur. Əsl sevən qovuşmaq uğrunda mücadilə eləyər. Deməz ki, sən oradan əmrələ, görün mən burada neynirəm. Neyniyəcəksən? Neyniyəcəksən? Sən elə bilsən ki, sən verilənləri sən burada həyata keçirə bilərsən. Nə bilməyək. Ailələrini idarə eləyə bilmirlər. Şey eləyirlər burada. Dövlət içərisində dövlət qurmaq istəyirlər. Sən başını yeyiblərsə, sən burada neyniyəsən? Yeyilib də demək ki, sən özünü idarə eləyə bilməmsən də. Vətənə sadiq ola bilmirsən, sən ağıya sadiq ola biləsən. Necə olur o? Sən birinci oturduğun yerə sadiq olmalısan da, ora hörmət eləməlisən. O torpağa hörmət eləməlisən. Sən öz vətənivə yenə də deyirəm, sadiq ola bilmirsən. Ağaya sadiq olasan. Nə bilim. Uşaq pulu veriləndə fikirlərimi deyəcəm. İnanın ki, fikirlərimi deyəcəm. Hamıdan birinci o xəbəri mən oxuyacam. Hamıdan birinci o xəbəri mən oxuyacam ki, uşaq pulu verildi. Onu burada soruşmam, vallahi heç mənası yoxdur. Fikrinizdən döndünüz. Hansı fikrimlə? İran Səhər kanalı axşamacan bizi aşağılayır burada. Ölkə olaraq. Bunlar oturub İran söhbət eləyirlər mənə. Siz Allah ayıbda özünüzü hörmət eləyin də heç olmasa. Vəlizar kimdir ya? O kimdir? O Səhər TV niyə elə edir ki? Çünki Xameneyi, İranın ali dini lideri göstəriş verir ki, bugün də Azərbaycanla bağlı danışırsınız, yıxırsınız, sürürsünüz. Bunlar da utanmadan mənə dinsiz, imansız, Xameneyisiz, nəsiz. Valla sizi kimi dinli olmaqdansa mənə kimi elə dinsiz olmaq lazımdır. Ki, heç olmasa bəzilərinin cavabını verib ağızlarını yumuram. Yoxsa siz sevinib şirniyyət paylayırsınız, onlar bizi aşağılayanda. Hər gün aşağılayır onların o mənasız aparıcıları, bizim dilimizdə danışanlar. Hər gün aşağılayırlar bizi. Bu şey söhbətində az qalırlar desinlər ki, biz gedib orada adamları qətlə yetiririk, təzən bir də qayıdıb gəlirik bura. Baxın da, niyə baxmırsınız? Gəl zavallılar. Öz işidir. Nədir öz işi? Nədir öz işi? Provokasiya aparmaq, təbliğat aparmaqdır. O, heç kimin elə işi yoxdur. Öz işidir. Yavaş Ərəblər deyir ki, ölən biz, öldürən biz, siz nüş özünüzü döyürsünüz. Bunlar hələ də özlərini döyürlər, hələ də özlərini döyürlər. Ərəb deyir, tabi biz onu qeyd eləmirik. Biz ölmüşük, biz öldürmüşük. Siz qamçılayırsınız özünüzü, nə olub? Yaz saxlayırsınız, 40 gün ağlayırsınız, deyir, nə olub? Yenə də deyirəm. Hüseyin də eşqdir, Hüseyin aşiqlərinə sonsuz hörmətim var, sonsuz hörmətim. Amma ki, ərəb bizə gülür. Deyir, mən qeyib
Bakıda otellərdə bulan 16 yaşlı qızları ilə kayf eləyirəm. Çox üzr istəyirəm sözümə görə. Məhərrəmlikdə. Bunlar özlərini döyürlər. Ərəb öz ölüsünə hörmət eləsin də. Özünün yazdığı tarixinə hörmət eləsin də. Biz nə qədər ona buna görə ağlayacağıq. Və bunların beynini o qədər yuyurlar ki, sən danışanda da başlayırlar sosial şəbəkə üzərində, indi öz aləmlərində hədə qorxu gəlməyə. Madam elə dindarsız siz, Xameneyi aşiqlərinə deyirəm. Yasaqlayın da ərəblərin gəl pul qarşılığında bizim qızlarla görüşməyimizi. Tutun bir ərəbin yaxasından. Deyin ki, ay filan kəs, bizim dində pul qarşılığında qadına toxunma yoxdur axı. Yox, var sizdə, siğədir, siğə məsələsidir. Hə? Madam elə Allahdan, dindən danışırsınız da, güya sizə görə indi din Xameneyi deyil, ərəb də müsəlman deyil, tutun yaxasından da qoymayın geçsin pul qarşılığında. Özdə şərt kəsirlər. Dəyilməmiş xanımlar olmalıdır. Oturub burada mənə nağıl danışmayın, çox xahiş edirəm. Xameneyinin qeyrətini, namusunu çəkənə qədər birinci ələ öz qonşunun qeyrətini, namusunu, öz evindəkinin qeyrətini, namusunu çək ki, sənin qızların burada oteldə istifadə olur. Ondan sonra deyərsən ki, hamı əmr elə. Ağın əmr eləyir də, deyir ki, siğə olar. Bunlar amma siğəsiz aparırlar, axı, nətər olur o? Əmr eləyənmir, ağan. Sonra da deyir ki, dinsizsən sən, dinsizsən. Dinsizəm mən. Priçom dinsizlik? Burada dinsizliyi hardadır? Deyirəm, dediyiniz dinin haqqını verin də, taxdığınız hicabın haqqını verin də. Dövlət içərisində Ağoğuzun göstərişini eləyib orada provokasiya yaradana qədər, evvizi Xameneyinin, nə bilim, onun bunun şəkillərini doldurana qədər. Bunu da bəzilərini eləyən qara çarşablı qadınlardır. Açın, baxın da videolarına nələr danışırlar. Güzün o qızların haqqını tələb eləyin də. Güya bunlar din bilən olublar. Ay Allah, o! Siz Allah bəstirin. Ərəblər hoqqa verir burada. Ümumi danışma. Kim aiddirsə payını götürür Asəf. Reaksiya verirsinizsə bir hissəsi sizə düşür deməkdir. Amma sizə aid deyilsə reaksiya verməyin. Ərəblərdən ötürü özümüzü döyürük, öldürürük, şəhid eləyirik. Şəhidlər xiyabanımızda gəlib şəhidləri təhqir eləyirlər. Bəlkə getdiniz, tutdunuz bir özün yaxasından. Bilirsiniz, onları silkələyənlər kim oldu? Hicab bağlamayanlar oldu. Alnında möhür izi olmayanlar oldu. Amma vətən sevənlər oldu həm də. Həm də Azərbaycan polisi də bilirsiniz, onlarla bağlı addım atdılar. Mən bir dənə görmədim orada. Hicablı qadın bir nəfər görmədim orada. Onlar saxlanılanda, o şəhidlər xiyabanında bizim şəhidlərimizi təhqir eləyənləri. Bir hicablı qadın görmədim orada. Şəhidlər müqəddəs deyil. Ağlayırıq, 100 illər də ağlayırıq. Yox. Biz onların müqəddəsini ağlayırıq, onlar bizim müqəddəslərimizi ələ salırlar burada. Niyə? Başqa o çıxan oğullar var idi ki, cəzalandırsınlar, tutulsunlar. Polis orada olmasaydı, vurub özləri ağız burunlarını partladacaqdılar. Bəli. Hicabı niyə qatıram? Çünki dindən danışırsınız ona görə. Və ona görə də elə şeylər var ki, o çox mənasız. Yedirəm sizə, bilirsiniz kimlər inanar? Sizin əqidənizdə olan adamlar. Amma sən vətənində hər dəqiqədə bu torpağa xəyanət etmək üçün uğraşırsansa, sən İrana heç vaxt sadiq ola bilməzsən, mümkün deyil. Özünün evinə sadiq ola bilməyən, qonşunun evini mühafizə eləyə bilməsi mümkün deyil. Ona görə də belə bir şeylər boş verin, geçsin. Mən hicabla bağlı nəyi danışıramsa, mən bilirəm nəyi danışıram. Ona görə çox xahiş edirəm. Siz mənim danışdığımı orada korrekt eləməyin. Hicaba ilişmə. Yenə də deyirəm, neyəcəksiniz? Heç nə ilişmirəm. Deyirəm, uşaqlarınızı bədbəxt eləməyin. Qoyun əlləri bir tikə çörəyə çatsın.
Yenə də belə baxanda uşaq sizin istəyirsiniz bədbəxt eləyin, istəyirsiniz xoşbəxt eləyin. Amma yazıqdır o qız uşaqlar, vallahi yazıqdır. Neysə. Vallahi başım ağrıdı onsuz da. Neysə, danışarıq.